İran Azərbaycanını Sovet İttifaqına əlavə edə bilmədikləri üçün Azərbaycan Demokrat firqəsinin üzvlərini və bu firqənin tərəfdarlarını və hətta tərəfdar olmayan əskərləri də götürüb Sibirə dağıtdılar. Mircəfər Bağırov Stalinə demişdi ki, mən 3 milyonluq Azərbaycandansa 10 milyonluq Azərbaycana baş katib olmaq istəyirəm. Onun üçün o İran Azərbaycanına da göz dikmişdi. Stalin özü Mircəfər Bağırova göstəriş verirkən demişdi ki, İran torpaqlarından bir ovuc da əlavə etsən SSR-yə qənimətdir. Və işte bu cərəyanın devamından bir parça. Aziz kardeşler, firqəmizin rəhbərliyi altında xalisə yerlərini və xalq düşmənlərinin yerlərini kəndlilərin arasında təqsim edib, onların əlinə silah verərək aldığınız torpaq və azadlıqdan müdafiə etməlisiniz dedik. İndi sizin boynunuzda böyük vəzifə durur. O aldığınız torpaqları saxlamaq və aldığınız azadlıqdan müdafiə etmək. İndi bütün İran kəndliləri, Azərbaycan kəndlilərinin aldığı torpaqdan ilham alıb, ayağa qalxmış, təkən yemişdir. Mürtəceylər bu hərəkətdən qəzəblənib və o azadlığı boğmaq istəyirlər. İranda böyük mübarizə başlanmışdır. Azərbaycan kəndlisi bu mübarizənin pişahəngi olub, qabağda gedəni olacaqdır. Yaşasın Azərbaycan kəndlisinin azadlıq yolunda apardığı mübarizə. Sibirə bizi getməyimiz bu oldu. Bizi apardı Lənkəran, onu keçdi, getdik Sibirə. Onda Zakuruçenliydik, Dustaq. Apardı biraz işlətti sonra. Buradan bizi getirir, Zagir'e 60-60, daha hamını yok. Hamını bir yer vermediler. 60-60. Ya korktular ki, biz bir söylüyorlar ki, orada yakır, imkanı pəzirəyə yoxu deyil. O da ki, 60-60 verdiler. Zagir'de de soğuk müsibətlər, səhətdir, işləmədik. 10 gün, 15 gün vurdular, döydülər, dağıtdılar, axırın məcbur işləyəsin. Ağaç kəsmə, toz yer qazmaq, Samok sen gəlir. Kutbu Şimala. Kalmaya? Yok, Arhangelsk. Kutbu Şimala. Biz bilmiyoruz şöyle gidiyoruz. Kimin ihtiyarı var orada soğuşaman harap alıysa. Aparlar olarak poyuzla. Ne söz? Bizi bir poyuzlarda apardılar, elə bir şey eşya yaparıydılar. Heyvani poyuzlar, taxta. 2 tane penceresi var. Milliyle, 2 pencere. Sen zindanların içinde o kalabalık zindanı, Almanların əsirlərini taşımıştılar. O zaman Almanlı əsirləri buradaydı. Bizi apardılar Kutbu Şimala, Uxta dikən şəhərə, Uxta. Bizi gətirildi İrkutsk'də biraz qaldıq. Neçə ay ondan gətirdi Azərbaycana. Bakıya gətirdi. Bakıda böldü. Hər yerə bir 30 adam, 40 adam verdi. İşlətdi. İşlədəndən sonra ayaqlar işləməydi. 2 ay bir yarım ay taxta boğunda gələrsən, adamda nəzən qalar.
Oradan o demək deyirlər ki, istəyirmişlər deyir, siz hərəkət edəsiniz. Həmişə otursun deyib, əslən ayağın qalar. Əvvən sana qulu, oradan gəldilər, lagedə verdilər, bir dənə zəngər azca. Ona dedi, Ruslar deyir, Lesbabal. Yəni, tərgəşərdən su. Əriylə bu ki, ərə var. O zaman texnika yoxdur ki, burada. Əriylə. Ay fərdi. Meh ayında oradan çıxdıq. Nədir çıxdıq? Bilirsən? Biz gətirlər oraya, Lesbabala, Fəhiyyə Suba. 700 adam deyişələr, 700. Əfsərlər bizdən deyir bu danışqalar. O 700 adamın içində 200 adam qalmadı. Yarıya. Hamı bu cür. Dəri, sümük, qabırqa. Evlə alıqladı uşaqlar. Allah'ın olsun. Biraz da öldü. Bəs yazmaq çeşməz cihan bəs, nə midənən ki, 70 bud ya 60. Yəni şeylər orada. Əl insanı qulluğa, oradan bizi mayanata çıxartdılar Muhammedlər. Bələn ki, qalsaydı ham öləcəkdi. Özü hər yerdə vaxt ki, bizi hərəkət verirlər, hər vaxt. Deyir, hərəkət verin, deyir ki, İrana. İrana gidiyor. Yine gidiyor İrana. Ne baba? Dövürdüler. Buraydı. Bizi Sibir'e gönderende çok adamları vurdular, yaradar oldu. Yaralandı kaldı yolda. Sonra bıraktı. Vura paraydı türmeye. Vura paraydı türmeye. Sinter'de biz oraya geldik, kardı. Oraya geldik kardı. Azerbaycan'da çıkanda yol avuklarda çıktık. Bir yarıma yol gelmişiz. Küzde gittik o ayağa. Paizda. Bir lokması sürek getirdi, bu istirahata oydu. O istirahata 3 gün kalıyorduk. Bir de sürek aparıydı, o bizi var. O tür yol yaparlar bizi. Mahsus bize lokması vermediler. Argoydu. Onda yok idi hiç ne yok idi. Bir neşesi yok idi. Özü ağzından öyleydi. Bana ne verecekti? İşlədiydiler sizi. İşledi. Qatar yollarında. Dəmir yolu çəkdirirdiler. Ne işler gördürürdüler? Ağaç kəsireydi. Ondan tökey suya, sudan derek çıkarırsan onu qırağa. Kışın günü, soğuk. Su ağacı yukarıda adamı var, kəsir tökey suya. Suya tökəndə səni zastavlayt eləyir, ama çıxardın qırağa. Çıxardın qırağa. Qism istəməysəm, su olayı, bəri yerlərin su olayı, yapışaysan ağaca, ağacın suyu dəyeysənə, üşəysən. Öyle bizler müşkül hardaydı. Harda ki biz İskallarda duruyoruz gün, su vermiyorlar. Niye? Niye vermiyorlar? Her İskalda su yanında diyor. O duran vagonları aparıp bize bir kuşa koyuyorlar. Ona su getirmeye gerek, mesela filan dedin getirse. Bizi yaparmıyorlar ki su getir. Onu geldi soldatlar getirdi. O soldatlar istemiyor su getire. O rəsinə bilir, rəsəydi, baxdığına baxdıq. Allah'ın dostu yavaş yağıydı, uşaqlar o pencerlərdən çıxardıydı, bura tüfəngin götürmələrindən vururdular əllərinə. Su içməz etindi.
Sibir'de Arkhangelsk'a gitti. Ha, yok. Ondan da çeşit gitti duayla. İlkutsk diyen yer var. Zakuruçenlilerin yeri orada. Köp. Zakuruçenli var. Aparım orada işledi. Orada da değil, adamlar çok kaçış oldular. Şimdi oraya her milletten gitti. Sibir'e yolladı, Stalin vaktinde. Biz dedi İranlar olandan sonra değil. Bize bir mal getirdi mi bir piçeyle. Neçe neferiz? 600 nefer. Bir gramdan yetse de 600 neferi tek tek öldürdü. Hamısı yesinde. 9 ayda kaldık böyle. Sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart, april, may, iyun. 9 ay. 9 ay hamısı kaldık. Oradan gettiler, adamlar aslen derden çıktı. Moskovdan komisyon geldi. O komisyon uşaqları neylədi? Müayinə. Hamını neylədi şey soyunun. Lüt olun. İran'da lüt olar. Özde konuşan içinde 3-4 arvat da var. Özü öyle arıq utanıyor. O arvatlar dedi ki siz ne razısınız dedi soyunun. Soyunup onun olan kabağından kesildiler. Bu Allah neler var dönüşürleri. Bu sıkıymış. Bu Çin'i dönüşürler bu sıkı. Olan muayenesine sonra büyü getirdiler. Geldi Simkent'e. Simkent'e geldik. Avustralya'da geldik. Simkent'te bizi koştular bu mahalle adamlara. 2000 adam vardı. Bir lagizde. 2000 adam. Bize koştular. Orada bir de 2000. Güzel adamlar da. Özbek, Kazak, Urus, Nöysen zindanına baktılar da. Onlar ki zindanıdı da. Ondan sonra orada kaldık. Mars ayının 14'ünde biz düşmüştük Azerbaycan'a. Burada Mars'ın 14'ünde gel sıkıyorduk biz. Orada bize 3 yıl verdiler. 3 yıl Narushelny Pirhot Granic. Yani sərhəddən xilaf edirlər. Axı biz sən sərhədinə qapı açdın deyirsiniz bizi. 10 sapışdılar. Sonra mən zaten okudum sənədi. Mən dərdə də var sənəd. Şinəzimizi. 3 adam bizə o statiyel verib. Vizarət-i Daxilə, KGB, komisyon nəyi? Təşkilatın komite mərkəzi komisyon şurəvi. 3 adam buna bunlar derdiler ki bunları Trudolni muhaşimine bu şey dediler buna. 3 adam sılı. 3 adam o statini bize vermiştiler. Bize muhaşimeden formadılar. Dafos eləmədilər. Sual mual olmadı bizden. Hardan yarı deyilsən. Fakat necə şəxsiyəni çıxartdılar. Ne zaman Simkent'ten bıraktılar, hiç görmedik biz. Mesela kıyabı hüküm vermiştiler. Onlar Şimkent'e geldiler Sibir'den. Sibir'de 3 yıl kalıplar. Ondan sonra onları bu Şimkent'e getirdiler. Onlar orada kalıp ondan sonra 50. yılda onları bıraktılar da bu ağıllara. Yani onda biz bildik ki bize 3 yıl ne veripler, müddeti